Xan, adamın vicdanı olmalıdır. Sen xana dərk öldürürsən? Cellat, kes dilini! Zülm etmək, şər atmaq murdar sifətlərdir. Üçünü de atın beleyler parçalasın! Lənətə gələsən! Dalım xan səni cinlərin qədər... Bu qocanın qarqışıdır! Sənin nə ixtiyarın var? Cəmaat! Bu ulduzların göstərdiyi bəladır! Sən elə bilirsən zülmünün qabağını alan tapılmaz? Donuzun biri donuz! Ne? Donuz? Qorxmayın! Baba, bundan sonra siz azadsınız. Qorxmayın uşaqlar, indi heç kəs sizə toxunmağa cürət etməz. Ey mərhəmətli cin! Bak sen! Ey göydən gələn mələk! Baba, səhv edirsən, mən oğlanam, piyanerəm. Ey oğlan piyoner! Sən bizi ölümdən xilas etdin. Əgər sən bəni Adəmsən, adını de ki, biz həmişə sənin üçün Allaha dua edək. Lazım deyil Hə. baba, gedək sizi yola salın. Hə, gedək. O kimdir? Hardandır? Piyanar, Ah! piyanar şüphesiz ifrit veya cin adıdır. Hə, haqlısan! Yoxsa o zalim onu hökmdarı öz sarayında demezdi ki o... Donuzdur. Kes sesini! Allah'ın hoşuna gelmeyen hayvanın adını çekme! Əgər bu piyanar ifritdirsə, qorxuram bundan da pis hadisə baş verər. Day bundan da pis nə ola bilər? Görünür bu piyanar doğrudan da cindir. Bəlkə də cinləri padişahdır. O istəsə bizi itə, eşşəyə və yaxud qurbağaya döndərər. Belki o. Bax sən indidən ölürsən ki. Ölürəm. Belki o kanı donuza döndür. Yok yok! Mene ne değiller desinler, ama onu göndermesinler. Yəni niyə? Neye? Ona da, o murdar hayvana. Allah eləmesin, Allah eləmesin. Allah eylemesin. Buraya gel, buraya gel. Bu piyanar şüphesiz nöker mökerin telefini saklayır. Onu saraydan bırakmak olmaz. Vezir, git onu bırak Aytar. Belki bu işi baş vezir görsün. Yox, yox, belə mühüm işlərdə böyük hökmdarımız sənə daha çox ümid bağlayır. Vezir, sen git. Baş üstə. O koca köpek. Yakın